Bu Şəhid ailəsinin obyektidir. Bu arkada da 12 kvadratlıq namaz qılmaq üçün bir balaca otaq tikmişdik. Və bir Şəhid ailəsi olaraq biz rayonun icra başçısının heç vaxt heç bir dəstəyini görməmişik. Bir dəfə də olsun bizim qapımıza döyüb bizdən heç bir şeyi maraqlanmayıbdı. Nə də biz yeyib nəsə istəməmiş bir Şəhid ailəsi kimi. Hətta atamız rəhmətə getdi. Onun belə yas yerində gəlib iştirak eləmədi. Bir dəfə də olsun atam qapısını döyməmişdi. Mənəvi dəstək üçün. Və bizə məxsus olan burada 12 kvadratlıq bir namaz qılmaq üçün otaq tikmişdik. Onu da TNK yollayıb bizə deməmiş, eləməmiş, heç bir məlumatımız olmadan, heç bir bizə məktub vermədən, heç bir qərar çıxadılmadan yollayıb və buranı sökübdür. Xahiş edirəm bunun haqqında bir tədbir görəsiniz, cənab prezident. Mən əsas dəstəyi sizdən istəyirik. Biz həmişə sizə güvənmişik. Hər zaman sizin sayənizdə biz rahat yaşamışıq. Amma bu haqsızlığa xahiş edirəm, siz bir son qoyasınız. Bu Şəhid ailəsinin binası idi. Bir ailədə 2 dənə şəhid vermək bilirsən nə deməkdir? Həm oğlu, həm yoldaşı. Bugün gəldiniz sizin kiminsə sifarişi ilə, yəni bu obyekti, ona görə ya bunu söktürdünüz, eləmi? Bax görürsünüz, məktəbin həyətindən dağıdırlar.